Nuplar aslında Aslan'la Allah herkese öz yolunda. Ben her şey demişim ki benim Aslan'a çok büyük hürmetim var. Burada qulaq asırıq. Getdi, yox. Bir damcı çəkmişlər. Çəkib TikToka qoyublar. Yəni nə dəyişəcək? Heç nə dəyişməyəcək. Heç bir şey dəyişməyəcək. Aslan indi də onun əlindən tutub gələcək, yəni. Heç nə dəyişməyəcək. Ailə şeylərini efirə işıqlandırmaq lazım deyil. Əgər ailə istəyirsənsə, ciddiysənsə. Qərənfil Əriyeva, dəqiq boş şeylərdir. Ay Meka, mən də olsam yasa bataram da, niyə də batmayayım? Elə deyilsiz, əməli başda yasa batıb. Adam əməli batar da. Baxarsan. Ağaç baxın da nə məndə? Ay bala, dili qısa uzun deyil idi. Bunlar bir-birini istəyə-istəyə boşanıblar, ağlaya-ağlaya. Bu nətər ayrılıqdır bilmirəm, ağlaya-ağlaya gedib boşanıblar Asad xidmətdə. Başa düşmürəm, mən bilmirəm. Əgər bir qürurdursa, qürur yox. Nədirsə bilmirəm də, ağlaya-ağlaya adam gedər, niyə boşanar ki? Bilmirəm, Allah. Aşkının dəlisi kim danışır ki? Aşkının dəlisi, kayd elə at mənə. Təbil Kayd elə at mənə. Fatma, olabilir. 700 nəfər Biz bilirsiniz ki, nələr gördük. Bunların sevgi həyatını, sevgi vaxtlarını bir-birini əllərindən tutub bir-birini buraxmırdılar. Ona görə deyirəm, bax dostlar, sabahımıza etibar yoxdur vallahi. Bir saatdan sonra nə olacaq bilmirəm vallahi. Deyil, nəticə. Bu sevgi değildi, pakaz. Necə yəni pakaz? Ekranı beğenin dostlar, ekran tıklayın. Xahiş edirəm dostlar, kızlar, bizim kızlar hardadır bu? 4Q6, Uzil 12, hanı bizimkiler? Hə? Yox, deyirəm, indi nə deyəcək? Deyəcək ki, üçüncüsünlə indi fırlanıram, əlindən tutub gəzirəm. Nə bilim valla, özü bilər, öz həyatıdır. Ayıbdır vallahi, ayıb. Kızı da aparacaq, yüzdə, Allah sən saxla.
20 yaşda olmaq şey deyil, əməllərinə baxmaq lazım. Kimisə. Mən onu demirəm, ümumiyyətcə. 20 yaşında olanların 18 yaşında, 19 yaşında əli əməllərinə baxmaq lazım. Üzü bağlı olacaq. O da mən baxmayacağım. Mən nə baxmayacağım, nə bir şey işim yoxdur. Əsəb olaram həqqi. Bu iradəni, göy rəngdəki iradəni göndərin, moderatorlar. Geçsin. $600 nəfər. Nə üzrə çıxacaq verilişi, nə bilim, ay gülüm. Qının dərəsi, qaydı at mənim direktimə. At. Ay modlar, buna baxın 8 dəfə eyni sözü yazdı bura. Bura baxın, bu bizə istəyir ki, göndərsin spama. Dayan görüm, onu özüm attım. Bura bax da. Ay qızlar, bunu görmürsünüz, qızlar. Qaynatam üzdə. Barışığa gedəcəklər, gedərlər. Kimdir o? Zəng gəlir. Zəng gəlir. Çıxdı oradan sən çıxmaya qalırsan. Kim? Sonra heç kəsi boşaltdırmaz. Bilirəm ki, bunlardan baş çıxarıram ki, Hüseynova. Baş çıxarıram ki, bilim ki, hansı düzdür, hansı səhvdir. Olmur axı. Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçıları Aygün ve Esmira xanım canlı yayımda birlikte söhbət ediblər. Onlar Aslanın Zaurun verilişinə yenidən çıxacağını bildiriblər. Həmin anları sizlərə təqdim edirik.